Bu günləri hal-hazırda Ay İşığı Ailəvi İstirahət Mərkəzində əyləşmişik. Qarabağın Səsi verilişi Xarı Bülbül ansamblı ilə ilk təqdimatımız oldu və qonağımız şəhid atası Cəmaləddin Məmmədovun atası, şəhidimiz, qəhrəman şəhidimiz Məmmədov Cəmaləddin Türbəndovun atası, Türbəndə Məmmədov, bizim əmmimiz, axsaqqalımız və gözəl bəstəkarımız, dirijor, kamança üzrə gözəl bir pedaqoq, şairəmiz və Ağcabədi rayon Ağcabədəlli kənd Uşaq Musiqi Məktəbinin direktoru Məhbubə xanım Şuşalı, qonağımızın biri 44 günü Vətən müharibəsində iştirak etmiş gözəl müğənnimiz Suriddin Mirzəyev və Xarı Bülbül ansamblı, aparıcımız Ülviyə xanım və mən, əlbəttə ki, hər biriniz tanıyırsınız. Bu günləri verilişdən sonra Alsı Mall verilişin baş sponsoru, Alsı Mall Ticarət Mərkəzinin rəhbəri Hacı Faiq qardaşımız tərəfindən gözəl şəkildə bir tort göndərilirdi verilişimdə və Alsı Mall Ticarət Mərkəzinin əməkdaşları hal-hazırda bizimlədir, tortumuzu bunlar hediyə edirik. Buyurun, sözü verək Alsı Mall Ticarət Mərkəzinin işçilərinə qalacaq. Hacı Faiq çox sağ ol, var ol və efirdə razı olmadılar adlarını çəkməyə, amma burada adlarını çəkirəm. Səs rejissorumuz Seyid Elmir qardaşımıza təşəkkür edirəm. Rejissorumuz Zaur Vaqifoğlu'na təşəkkür edirəm. Operatorlarımız Kazım Hindaqlı, Samir Şuşalı, eləcə də Nail Hindaqlı, Mehman Qasımov Hindaq qəsəbəsindən dəyərli qardaşların hər birinə ayrı-ayrı təşəkkürümüzü bildiririk. Həm kliplərimizin çəkilməsində, həm verilişin ərsəyə gəlməsində böyük əməkləri oldu. Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə və kollektivinə dərin təşəkkür edirik və bir daha verilişimiz mübarək olsun deyirik. Əbəd olsun. Xeyirli olsun. Xeyirli olsun. Yaxşı səsi sədası gəlsin. Hacı çox sağ ol torta görə, Hacı. Gələcək inşallah. Bu cür kollektiv